Salam kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Zeybək qızı əsərinin növbəti tapşırıqlarını işləyirik. Əsəri oxumuşuq, təhlil etmişik sizinlə. 1-ci, 2-ci dərsi işləmişik. İndi isə 3-cü dərsi və ona aid olan tapşırıqları işləyirik. Başlayırıq. İlk öncə amma sizdən xahiş eləyəcəm ki, təbii ki, kanala abunə olmağı və bu tipli videoların davamlı şəkildə gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və paylaşmağı yaddan çıxartmayın. Başlayaq. Əsərin təhlilinə hazırlaşın deyilən bir təhlil üzrə iş verilibdir. Buradan başlayırıq. İlk öncə oxuyaq. Deyir, mətni oxuyun, tapşırıqları yerinə yetirərkən oradakı fikirlərdən təbii ki, faydalanın. Təbii ki, bu mətndəki fikirlərdən deyilir. Türkiyə və türklər barədə geniş məlumatı olan Yusif Vəzir Çəmənzəminli 20-ci yüzilliyin əvvəllərində bu ölkənin başını üstünə almış təhlükənin böyüklüyünü, xalqın üzdə qaldığı məhrumiyyətlərin ciddiliyini, vətənin müstəqilliyini, azadlığını qorumaq üçün vətəndaşların göstərdiyi ağla gəlməz igidliyi kiçik bir hekayədə Zeybək qızında əks etdirə bilmişdi. Deməli, bütün bu başına gələnlər 20-ci yüzilliyin əvvəllərində Türkiyənin bütün başına gələn bu hadisələr, reallıqda olan bu hadisələri Yusif Vəzir Çəmənzəminli Zeybək qızı əsərində deməli, hekayəsinə yerləşdirə bilmişdi. Əsər diqqəti dərhal cəlb edir və maraqla oxunur. Böyük bir ərazisi işğal olunmuş ölkənin və onun insanların vəziyyətini təsəvvür etmək oxucu üçün çətin olmur. Mihdət Əfəndi obrazı isə oxucuya güclü təsir edir. Onun hiss və düşüncələrini şərik çıxmamaq mümkün deyil. Yəni, Mihdət Əfəndinin yerinə qoysuq, təbii ki, hər bir vətənini sevən, vətənpərvər onun kimi hərəkət eləyərdi. Ona görə də onun hiss və düşüncələrinə şərik çıxmaq, deməli, çıxmamaq mümkün deyil. Mütləq onun hiss və düşüncələrinə şərik oluruq, ortaq oluruq. Əsərin üzərində müşahidələrimizi davam etdiririk. Bütün bunları yazıcının necə, hansı bədii vasitələrə nail olduğunu aydınlaşdırmağa çalışın deyir. Gəlin, oxuyağın və görəyin nə istəyir bizdən, suallar necədir və suallar ətrafında işləyəyin. Təbii ki, bu mətndə verilən bu hissədə verilən deməli cavablardan biz bu aşağıda verilən suallarda istifadə edəcəyik. Başlayırıq. Sizcə yazıcının, ikinci sualımız belədir. Sizcə yazıcının bu mövzuya müraciət etməsinə səbəb nədir? Əslində düşünürəm ki, yazıcının bu əsərə müraciət etməsinin bir neçə səbəbi ola bilər. Birinci, qadın qəhrəmanının daxili gücünü, onun mübarizliyini göstərməkdir. Yəni, yazıcı, burada Zeybək qızını veribdir, onun daxili gücünü bizə çatdırmaq istəyib. Yazıcı cəmiyyətin çətinlikləri içində belə qadın obrazının mərdliyini, onun deməli, qətiyyətini önə çəkmək istəyib ki, o necə yəni qətiyyətlidir, o necə mübarizədə qəti şəkildədir ki, mübarizə aparacaq, yəni qadın obrazının mərdliyini bizə çatdırmaq istəyibdi. İkinci bir tərəfi ola bilər ki, vətənpərvərlik və azadlıq ideyalarını Mihdət Əfəndinin simasında bizə çatdırmaq istəyibdi. Onun simasında bizə vurğulayır və Zeybək adı özü xalqın azadlığını simvolizə edir burada. Bunu unutmamalıyıq. Daha sonra, yəni bunları çatdırmaq istəyib. Burada yəni əxlaqi dəyərlərdir, dürüstlükdür, mərdlikdir. Bunların hamısı demək olar ki, əsərdə təbliğ olunubdur və yazıcının bu əsərə, bu mövzuya müraciət etməsinin əsas səbəbi kimi götürə bilərik ki, 20-ci əsrin əvvəllərində, mətndə görürsünüz nə veribdir bizə? 20-ci yüzilliyin əvvəllərində ölkənin başının üstünə almış o qara buludu, qara təhlükəni bizlərə çatdırmaq istəyibdir. Bu məqsədlə veribdir. Daha sonra Mihdət Əfəndi obrazını deyir, səciyyələndirin, cədvəldən istifadə edin. Artıq cədvələ əsasən Mihdət Əfəndinin obrazını səciyyələndirməliyik. Onun xarakterini, deməli, Mihdət Əfəndi obrazı, onun xarakterinin başlıca cəhətləri. Bu cədvəli bu şəkildə dəftərdə çəkə bilərsiniz. Elə 3 yerə də belə bölürsünüz. Və Mihdət Əfəndi obrazını bu şəkildə çəkin. Yuxarıdan Mihdət Əfəndi yazandan sonra təbii ki, dəftərinizdə bir səliqə olsun deyə yaşıl qələmdən istifadə etməyə, yəni yaşıl ruçka deyirik də, ruçkadan istifadə etməyə üstünlük verin.
Daha sonra qeyd edirik onun xarakterinin başlıca cəhətləri. Bu hissiyə nə yaza bilərik? Yaza bilərik ki, Mithət Əfəndinin başlıca xarakterinin başlıca cəhətləri nə idi? Qürurlu idi, görürsüz, qürurlu biri idi. Öz prinsiplərinə sadiq insan idi. Görürsüz o qürurunu, özünü necə hiss eləyir ki, yəni qürurlanır özü ilə ki, o Darülfünuni müdafiə etməyə gedir. Qürurludur, öz prinsiplərinə sadiqdir, vətənpərvərdir, vicdanlıdır, mərddir, qorxmadan gedir. Yəni kimsə getmirsə mən niyə gedim demir. Xalqının, torpağının azadlığını düşünür. Bunları yazacaq bu hissədən. Daha sonra müəllifin bu obraz haqqındakı mühakimələri, fikirləri, yəni onun yürütdüyü mühakimələr nədir? Təbii ki, müəllifin mühakimələrinə görə ədaləti sevən bir insandır. Mithət Əfəndi xalqına bağlıdır, vətənpərvər bir şəxsdir, millətin gələcəyini düşünür. Yenə elə müəllif də fikirləşir, onu qürurlu bir obraz kimi yaradıb, cəsur bir obraz kimi yaradıbdır və dürüst, təmiz qəlbli bir obraz kimi yaradıbdır. Bu hissədə qeyd edirik bunları. Daha sonra sizin bu obraza münasibətiniz, artıq biz oxucunun bu obraza münasibətini soruşduğu üçün necə deyə bilərik? Məsələn, bu mənim şəxsi fikrimdir. Yəni elə bu əsəri oxuyanlar bu şəkildə düşünə bilərik ki, Mithət Əfəndini hörmətə layiq bir insan kimi qiymətləndirirəm, təhsilə qiymət verir, ölkəsini düşünür. Yəni artıq o fikirləşir ki, Darülfünunimizə də əl qoydular, təhsilə də əl qoydular. Ona görə də ədalətli biri kimi düşünürəm onu və onun bu cür qürurlu, sözünün üstündə durması təbii ki, deməli insana təsir eləyir və bu hissləri özümüzə bir nümunə görürük. Mən bu obrazı ümumiyyətlə bəyənirəm və düşünürəm ki, mənəvi cəhətdən də insana güc verən bir obrazdır və insanın mənəviyyatını tərbiyələndirən bir obrazdır. Daha sonra keçirik Zeybək qızı obrazını səciyyələndirməyə. Zeybək qızı obrazını necə səciyyələndirəcək? Onun xarakterindəki başlıca cəhətlər nədir? Bizdən artıq Zeybək qızının xarakterindəki başlıca cəhətləri istədiyi üçün o cədvəldə qeyd eləyəcək bunu. Nə yazacaq? Deməli, Zeybək qızı necədir? Təbii ki, cəsarətlidir, vətənpərvərdir, mərddir, ləyaqətlidir. Görürük ki, çox fədakardır qadın olmağına baxmayaraq, həm arxa cəbhədə, ön cəbhədə çox fədakar bir qadındır. Güclü iradəyə malik bir qadındır. Bütün çətinlikləri qarşısına alır və o çətinliklərin öhdəsindən təbii ki, mərdliklə gəlməyi bacara bilən qadındır. Hansı ki, o vətənin azadlığı uğrunda öz rahatlığından belə keçir. Haqqı və ədaləti qorumaqdan çəkinmir. Yəni qarşıya durur. Haqqı, ədaləti qorumaqdan çəkinmir. Daha sonra bizə deyir ki, Mithət Əfəndinin bu obraz haqqındakı mühakimələri. Mithət Əfəndinin Zeybək qızı haqqındakı mühakimələrinə nə yerləşdirə bilərik? Təbii ki, Mithət Əfəndi də onu cəsur və mərd bir qadın kimi qiymətləndirir. Onu görürsüz, xəyalən görür və ona o qədər inanır ki, Zeybəklərə. O qədər inanır və deyir ki, görürsüz, o Anadoluya gedəndə də belə bir cümlə işlədir ki, qadınlar Türkiyəni, Zeybəklər Türkiyəni qutaracaq. Düzdür, qadınlar Türkiyəni xilas eləyəcək. Odur ki, o Zeybək qızını necə mühakimə eləyə bilərdi? Onu cəsur və mərd bir qadın kimi qiymətləndirir, vətənpərvərliyinə, fədakarlığına heyran olur. Zeybək qızı öz qadın heysiyyatını və qadın hissiyatını və onun ləyaqətini qoruduğu üçün ona bir dərin hörməti də var ki, o həm öz daxilində o qadınlıq hissiyatını qoruyur, saxlayır, həm də çəkinmədən bir kişi kimi sinəsini qabağa verib, yəni vətənini ləyaqətlə qoruyur. Ona görə Mithət Əfəndidə Zeybək qızına qarşı dərin bir deməli hörmət var idi. Dərin bir hörmət var idi. Daha sonra müəllifin bu obraz haqqındakı mühakimələrinə nə deyə bilərik? Yusif Vəzir Çəmənzəmili ümumiyyətlə əsəri yazarkən təbii ki, qadınların cəsarətini və onların mübarizliyini deməli göstərməyə çalışıbdı bizə və deməli
Zeybək qızı obrazı da ümumiyyətlə bu əsərdə bir strateji obrazdır. O qadınlara qoyulan, elə bilin ki, bütün stereotipləri sındırır, bütün o qadağaları sındırır və qadının daha güclü və mərd ola biləcəyini bizə çatdırır Zeybək qızı. Və müəllif də bu qadının bu cür fədakarlığını, vətəninin, deməli, xalqının azadlığı uğrunda mübarizəsini bizə Zeybək obrazı ilə bizə çatdırmağa təbii ki, çalışmışdı. Sonra keçirik növbəti 5-ci suala. 5-ci sualda bizdən nə istəyir? 5-də deyir ki, əsərdə qadınların başlıca problemi sizcə nədir? Cədvəldən istifadə edir. Əsərdə qadınların başlıca problemi nə götürülür? Təbii ki, qadınların başlıca problemi deməli, başlıca problemi kimi qadınların deməli biz göstərə bilərik ki, onların cəsarətli və mübariz olmaları müəyyən bir hissələrdə tanınmır. Türkiyənin yəni hər hissəsində zeybəklər yox idi, əsərdə görürük. Və onların cəsarətli, mübariz olmaları hər bir hissədə tanınmır. Bütün Türkiyədə tanınmır. Amma bu Zeybək qızı obrazı bütün elə bilin ki, qarşıya qoyulanları, deməli, bütün qadağaları yox etdiyi üçün o obrazı ətraflı şəkildə deməli bizə çatdırır və qadınların başlıca problemi odur ki, qadınlara yəni gücləri nəyəsə yetməz kimi Türkiyənin hər bir yerində zeybəklər olmadığı üçün fikirləşirlər ki, qadınların gücləri buna yetməz, qadınlar mübarizə apara bilməzlər, bu mübarizəni axıra qədər davam etdirə bilməzlər. Ona görə də qadınlarda əsas bir problem bu idi. Yəni qadınlara qarşı mübarizliyin tam şəkildə tanınmaması idi. Amma Zeybək qızı obrazı təbii ki, bayaq da dedim, növbəti deməli əvvəlki sualda da dedim ki, bu stereotipləri qırdı, sındırdı. Bütün bu qoyulan qadağaları sındırdı və zeybəklər sübut elədi ki, qadınlar da güclü və mərd ola bilirlər. Bunu bunu bir daha göstərdilər. Daha sonra bunu yazırıq təbii ki, bu hissiyə. Sonra problemin həllinin müəllif nədə görür? Problemin həllini müəllif nədə görür? Müəllif problemin həllini qadınların cəmiyyətdəki yerinin haqsız olduğunu anlayır ki, qadınların yeri cəmiyyətdə haqsızdır və bunu Zeybək qızı obrazının timsalında göstərməyə çalışır müəllif. Və qadının gücünü, ləyaqətini Yusif Vəzirçəmənli ön plana çəkir. Müəllif bir sözlə bu əsərdə qadınların azadlıq, hörmət, sonra nə deyə bilərik, bərabərlik haqqına sahib olduğunu vurğulayır ki, yəni qadınlar da o azadlığa, hörmətə, o bərabərlik haqqına, onların da haqqı var, yəni bu haqqa sahibdirlər. Bunu vurğulayır və bunu oxucuya əhəmiyyətini deməli anlatmaq istəyir. Bunun oxucuya əhəmiyyətini anlatmaq istəyir ki, qadınların da bu işdə haqqı var, qadınların da azadlıq uğruna mübarizə aparmağa haqları var. Bunu çatdırmaq istəyir. Daha sonra problemin həlli barədə siz nə düşünürsünüz? Nə düşünürük? Düşünürəm ki, qadınlar cəmiyyətin dayağıdır, qadınlar cəmiyyətin deməli qoruyucularıdır, qadınlar cəmiyyətin deməli analarıdır. Ona görə də hər bir qadın hər bir qadına ümumiyyətlə azad və hörmətlə yanaşılmalıdır. Qadın ümumiyyətlə hörmət və azadlıq istəyir, hörmət istəyir. Qadına ümumiyyətlə bunlar lazımdır. Əsərdə də demək olar ki, bunlar təbliğ olunur ki, hər bir qadına deməli azad və hörmətlə yanaşmaq lazımdır. Çünki qadınlar düşünürəm ki, qadınlar cəmiyyətin ən böyük, ən başlıca dayağıdırlar. Sonra 6-cı suala baxırıq. Əsərdə konflikti müəyyənləşdirib, o təbiidirmi? Təbiidirmi deyir bu konflikt? Cədvəldən istifadə edin.
Təbii ki, əsərdə konflikt var və əsərdəki başlıca konflikt, bu hissəyə yazacaq, əsərdəki başlıca konflikt nədir? Ümumiyyətlə görürük ki, əsərdə şəxsi konfliktlərdən çox ictimai konfliktlər üstünlük təşkil edir. Yəni, xalqın milli azadlıq uğrunda mübarizəsi deyə ictimai konfliktlər üstünlük təşkil edir və burada münaqişələr var. İctimai münaqişələr var, daxili konflikt var. Zeybək qızı deməli ümumiyyətlə seçim arasında qalır. Onda bir iradəsi ilə duyğusu arasında, iradəsi ilə duyğusu onun daxilində toqquşur. O yəni Mithət Əfəndiyə o da görürük ki, xəyalən görüb Mithət Əfəndini və o da Mithət Əfəndiyə aşiq olur. Ona görə də burada daxili konflikt də var. İctimai konfliktdən əlavə daxili bir konflikt də var ki, Zeybək qızı seçim arasında qalır. Deməli, öz iradəsi qarşısındakı iradəsi ilə, duyğusu ilə deməli, öz hissləri toqquşur. Daha sonra təbiidirmi? Təbii ki, təbiidir. Və onu təbii inandırıcı sayırsınızmı? Təbii ki də dedik, təbiidir, inandırıcıdır, bəli. Çünki niyə görə sayıraq? Fikrimizi əsaslandıraq. Deyirsizcə nədir? Onu təbii, yox, təbiidirmi? Bəli, təbiidir. Nəyə görə təbiidir? Gəlin onu əsaslandıraq. Çünki ona görə inandırıcıdır ki, çünki həyatın reallığını əks etdirir də, həyatda olanlardan əks etdirib, həyatda olanlardan yazıb bunu. Həyatın reallığını əks etdirir. Yəni, qadınların cəmiyyətdə qarşılaşdığı çətinliklər ki var, ədalətsizliklər ki var, bunlar realdır. Realdır. Bu dəqiqədə hal-hazırdakı cəmiyyətdə də bu var ki, qadınlara qarşı çətinliklər, ədalətsizliklər real həyatda da mövcuddur və bu bütün dövrlərdə aktual olan bir mövzu olubdur. Bütün dövrlərdə aktual olub ki, bu ədalətsizliklər hökm sürübdür. Daha sonra obrazların davranışı məntiqə uyğundur. Bunda görürüm, bu inandırıcıdır ki, obrazın davranışları məntiqə uyğundur. Yəni, məntiqlə davranırlar. İstər Mithət Əfəndi olsun, istər Mithət Əfəndinin atası olsun, əski deyir, Osmanlı idi. Onların yəni bir-birlərinə yanaşmaları təbii ki, davranışları məntiqə uyğundur. Ümumilikdə deyə bilərik ki, bəli, inandırıcıdır və oxucu münaqişəni anlayır. Əsəri oxuyanda oxucu münaqişəni anlayır, oxucu münaqişəni qəbul eləyə bilir. Və bu da təbii ki, əsərin inandırıcı olmasına gətirib çıxarda bilir. Niyə görə inandırıcı görünür? Çünki biz onu oxuyanda o hadisələrin içinə girə bilirik və bu hadisələri həqiqətən də 20-ci əsrin əvvəllərində baş verdiyi üçün və müəllif bunları qısa bir şəkildə bu əsərdə yerləşdirdiyi üçün bu olan real həyatda olanlar təbii ki, oxucuya da inandırıcı gəlir. 7-ci suala baxırıq. Deyir ki, 7-ci sualda əsərdə başlıca fikir, ideya sizcə nədir? Əsərdə başlıca fikir, ideya sizcə nədir? Təbii ki, əsərin əsas ideyasını götürürüksə, əsərin əsas ideyası deməli, azadlıq uğrunda mübarizədir və qadınların azadlıq uğrunda apardıqları mübarizədir. Bu şəkildə deyə bilərik. Azadlıq uğrunda mübarizə, vətənpərvərlik ruhunun yüksəkliyi, bunlar əsərin əsas ideyasıdır. İdeyanın açılmasında daha əhəmiyyətli olan söz, ifadə və cümlələr hansılardır? Təbii ki, dedik, vətənpərvərlikdir, fədakarlıqdır. Bu kimi sözlərdən istifadə eləyərik. Sonra cümlə deyir. Təbii ki, Mithət Əfəndinin düşündüyü qadınlar Türkiyəni xilas edəcək kimi cümləsi deməli birbaş əsərin ideyasına yönəlmiş cümlədir və elə əsərin ideyası üçün də uyğun olan bir cümlədir ki, birbaş elə əsərin ideyasında deyə bilərik ki, qadınlar Türkiyəni xilas edəcək. Sonra bunu ideyaya verə bilərik. Yenə fədakarlıqdır, vətənpərvərlikdir, azadlıq uğrunda mübarizədir. Sonra yəni bu kimi sözlər əsərin birbaş deməli mərdliyidir, xalqın, torpağın azadlığını düşünmələridir, azadlıq uğrunda, vətənpərvərlik uğrunda deməli apardıqları mübarizədir. Bunları biz deyə bilərik ki, ideyanın açılmasına daha əhəmiyyətli olan söz və ifadələrdir. Keçirik tətbiq və müzakirəyə. Tətbiq və müzakirə verilibdir. Əgər videomuz xoşunuza gəlirsə, təbii ki, sualların izahlarını başa düşürsünüzsə, videonu
sizdən bir mənə də dəstək olmaq üçün mən də sizdən istəyəcəm ki, təbii ki, videomuzu paylaşasınız, like eləyəsiniz, bəyənəsiniz və təbii ki, videoya abunə olmadan baxanlar çox xahiş edirəm, kanalımıza abunə olun ki, videolarımız davamlı gəlir, hər səhifə, hər ardıcıllığı ilə izah olunur. Tətbiq və müzakirəyə baxırıq. Tətbiq və müzakirə, yaradıcı işə baxırıq. Nə istəyir burada bizdən? Zeybək qızı hekayəsinin milli azadlıq mövzusunda oxuduğunuz bir əsərlə müqayisəsini istəyir və müzakirəsini istəyir. Biz hansı əsərlə müzakirə eləyə bilərik? Sizi bilmirəm. Mən oxuyanda bu əsəri avtomatik olaraq beynimdə bir azad hekayəsi var. Keçmişsiniz. Keçən il deməli Mirzə İbrahimovun Azad hekayəsi var. Cənub hekayələrinə aid olan. O əsər deməli beynimdə gəlir, o dəqiqə canlanır və Mirzə İbrahimovun Azad hekayəsi ilə müqayisə etmək istəyərdim ki, hər iki əsər milli azadlıq uğrunda, milli azadlıq mövzusuna həsr olunmuşdu və hər iki əsərdə insanlar ictimai azadlıq uğrunda mübarizə aparırlar və hər iki əsərdə baş qəhrəmanlar mərddir, qorxmazdı, cəsarətlidir. Yadınıza gəlir, Azad idi orada baş qəhrəman, onun dostu Fərda idi. Deməli, Azad yəni burada necədir görürük ki, qorxmazdı, mərddir, eyni zamanda Mithət Əfəndidir, burada Zeybək qızıdır, cəsarətlidirlər. Hər iki əsərə aiddir ki, baş qəhrəmanlar mərd, qorxmaz, cəsarətlidirlər. Hər iki əsərdə milli azadlıq mübarizəsindən danışılır. Və Zeybək qızında həm daxili bir müqayisədə də deyək ki, fərqli cəhət kimi ki, Zeybək qızında həm daxili, həm xarici konfliktlər var. Həm daxilində, həm xaricində olan konfliktlər var. Məsələn, Azadda isə xarici mübarizə daha çox ön planda gedir. Xarici mübarizə daha konflikt, daha güclüdür. Çünki haqsızlığa və zülmə qarşı onlar daha qabarıq şəkildə əsərin sonunda ümumiyyətlə daha qabarıq şəkildə verilir. Burada əsərin sonunda görürük ki, baş obrazlar hər ikisi Mithət Əfəndidə, Zeybək qızı da hər ikisi sağ qalırlar, amma azadlıq uğrunda mübarizədə görürük ki, Azad deməli azadlıq uğrunda mübarizədə şəhid olur və istədiyi arzusuna əsasən uca bir dağ başında dəfn edilir. Hər iki əsər ümumilikdə oxucuya azadlığın, ləyaqətin və ədalətin əhəmiyyətini aşılayır. Oxucuya deməli azadlığın, ləyaqətin və ədalətin əhəmiyyətini aşılayır. Milli ruhu və vətənpərvərliyi hər iki əsərdə müəllif önə çıxarıbdır. Mənə elə gəlir ki, müzakirə üçün tam yerinə oturmuş əsər seçmişəm. Azad əsəri, yəni bu əsəri oxuyanda ümumiyyətlə Azad əsəri yadıma düşür və müqayisələrini də sizin üçün bu şəkildə verdim. İstəsəniz deməli Azad hekayəsi də kanalımızda olmalıdır, yazıb baxa bilərsiniz. Daha sonra mövzulardan birini, əgər kiminsə yadından çıxıbsa, keçən il keçmişsiniz bu mövzunu. Mövzulardan birini seçib evdə iş eləyəyin, birini seçib deməli üzərində işləyin deyir. Birinci nədir? Milli azadlığı, müstəqilliyə qovuşmağın üstünlüyünü nədə görürəm mövzusunda deyir. Təqdimat hazırlayın. Deməli, təqdimat hazırlayın deyim. Deməli, birinci, məncə düşünürəm ki, milli azadlığın, deməli, milli azadlığa, ümumiyyətlə müstəqilliyə qovuşmağın üstünlükləri nə ola bilər? Təbii ki, insan öz həyatına sahib olmalıdır ilk növbədə. Şəxsi qərarlarını öz istəklərinə və prinsiplərinə uyğun verə bilməlidir insan. Sonra milli azadlıq üçün daima xalq birliyi təşkil etməlidir. Yəni, niyə şəxsidən başladın? Deyərsiniz, day müəllim, xalqın niyə şəxsiyə aid bir iş olsun? Yəni, insan öz şəxsi taleyini müdafiə eləyə bilməsə, insan öz həyatına sahib çıxa bilməsə, təbii ki, öz şəxsi qərarlarını özü verə bilməsə, onun milli azadlıq uğruna mübarizə aparması da bir sual altında qala bilər. Odur ki, insan ilk növbədə öz həyatına sahib olmalıdır, şəxsi qərarlarını öz istəklərinə və prinsiplərinə uyğun şəkildə özü verə bilməlidir və milli
azadlıq uğrunda mübarizəni qorumalıdır və bunu qorumaq üçün ilk növbədə qorumaq üçün təbii ki, o öz şəxsisinə, öz daxilinə baxmalıdır. İkinci fərdi məsuliyyəti olmalıdır. İnsanda məsuliyyət olmalıdır. Milli azadlığı qoruyan insanın təbii ki, məsuliyyəti olmalıdır. Bir məsuliyyət hiss etməlidir. Məsuliyyətsiz olan insanlar təbii ki, bu işi edə bilməz. Müəyyən bir deməli hissədən sonra onlar yorulacaqlar, dayanacaqlar ki, daha olmur da təslim olaq. Yəni görürsünüz Zeybək qızında qadınlığı ilə o Mithət Əfəndi də qoşulur onlara və onlar milli azadlıq uğrunda mübarizəni aparırlar və təslim olmurlar, sona qədər gedirlər. Və nədən irəli gəlir? Təbii ki, fərdi məsuliyyətin olmağından irəli gəlir və iradəsini və mənəvi gücünü inkişaf etdirməlidir. Mütləq insan iradəsini və mənəvi gücünü inkişaf etdirməlidir ki, azadlıq üçün səy göstərmək insanı daha güclü, mərd və məqsədli edir. Bunu yaddan çıxartmamalıyıq. Əgər bir insan azadlıq üçün səy göstərirsə, bu insanı daha güclü eləyir, daha mərd eləyir, daha məqsədli eləyir və cəmiyyətdə onun bu cür düşüncələri, insanın özünə qarşı olan hörməti və insanın daha güc, mərd və məqsədli olması təbii ki, cəmiyyətdə də onu faydalı eləyir. Bu da təbii ki, azadlığa, müstəqilliyə qovuşmaq üçün üstünlüklərimiz budur ki, ilk növbədə insan öz şəxsi həyatında bunları edə bilməlidir ki, özü öz qərarlarını verib, özünə məsuliyyətlə yaratışmalıdır, iradəsi olmalıdır, cəsarəti olmalıdır ki, və o bunları edə bilməlidir ki, bu mübarizəni apara bilsin. Keçəyim B bəndində. B bəndində nə sual deyir? Deyir, Yusif Vəzir Çəmənzəlinin Zeybək qızı hekayəsində milli azadlıq hərəkatının təsvirini istəyir. Təsvir. Yəni biz necə təsvir edirik oranı? Bir təqdimat şəklində bunu verək. Təqdimat hazırlayın deyir elə onsuz da. Bir təqdimat şəklində versək, təbii ki, neyniyərik? Yazarıq ilk öncəki mövzu. Təqdimat şəklində vermiş olsuq. Təbii ki, ilk öncə yazarıq ki, təqdimat yazdınız ortadan. Sonra yazacaq mövzu. 2 nöqtə qoyub mövzunu, bunu yaşılla yazın, qəşəng görsənsin. Sonra 2 nöqtə qoyun. Mövzu təqdimatda nə verə bilərik? Milli azadlıq, xalqın mübarizə ruhu əsas mövzu kimi işlənilir də. Burada o şəkildə göstərilir ki, əsas mövzu nədir? Milli azadlıqdır, xalqın mübarizə ruhudur. Bunlar əsas mövzu kimi burada işlənilibdir, götürülübdür. Müəllif bu şəkildə işləyib, bunlar üstündə işləyibdir. Daha sonra bunu yazırıq. Sonra Zeybək qızı deməli bu əsərdə onun deməli ruhu bu əsərdə simvolizə edilir. Zeybək qızı burada bir simvolizə olunmuş obrazdır. Bunu qoyursunuz yazdıqdan sonra. Daha sonra əsərin əsas qəhrəmanları qoya bilərik. Əsas qəhrəmanlar yaza bilərik yenə 2 nöqtə. Burada Zeybək qızıdır, bilirik əsas qəhrəman Mithət Əfəndidir və bunların deməli hər ikisi gedir də, Mithət Əfəndi də gedir, Zeybək qızı da gedir. Mərddilər, cəsurdular və prinsipialdılar və ümumiyyətlə Zeybək qızı burada, Zeybək qızı qadın azadlığı uğrunda mübarizə aparır. Onun davranışları sonra deməli istəyir Mithət Əfəndinin, istəyir Zeybək qızının davranışları tam şəkildə azadlığın bir nümunəsidir. Yazıcı xalqın azadlıq uğrunda, bax yazıcı bu xalqın azadlıq uğrunda deməli mübarizəsini, azadlıq uğrunda mübarizəsini deməli burada baxın bu şəkildə azadlıq uğrunda mübarizəsini təsvir eləyibdir. Əsərdə ümumiyyətlə nə gedir? Azadlıq uğrunda mübarizə təsviri olunubdur. Qəhrəmanların fədakarlığı və mərdliyi də oxucuya milli onların deməli milli ruhunda çatdırılır da. Yəni onların öz adət ənənələri ilə, öz deməli öz milli ruhları şəklində o obrazların fədakarlığı, mərdliyi oxucuya çatdırılır. Əsər göstərir ki, milli azadlıq uğrunda mübarizə deməli həm mərdlik, həm də cəmiyyətin necə deyək, həm mərdlik, həm də cəmiyyətin birlikdə olması ilə, birlikdə hazırlığı ilə mümkün ola bilər də. Bu azadlığı, mən durum deyim ki, mən azadlığı aparıram, sən deyən ki, mənim nəyimə lazımdır, ört qapını gir içəri. Belə ilə azadlıq uğruna mübarizə aparmaq çətin olur da. Ona görə də cəmiyyətin
birlikdə buna hazır olmalıdırlar, birlikdə hazırlaşmalıdırlar və birlik təşkil etməlidir cəmiyyət. Əsərdə hər bir insanın, bax birlik üzərindən deyirəm bunu ki, hər bir insanın deməli insanın və xüsusilə də qadınların rolu bu əsərdə önəmlidir. Ümumiyyətlə cəmiyyətdə də hər bir insanın, ümumiyyətlə qadınların rolu cəmiyyətdə önəmlidir. Deyə bilərsiniz ki, ümumiyyətlə bu qədər, təqdimatım bu qədər. Amma bir haşiyə çıxım. Deyə bilərsiniz ki, müəllimə, niyə görə qadınların rolu qiymətlidir? Çünki qadınlar cəmiyyət üçün övlad hazırlayırlar. Qadınlar cəmiyyət üçün o övladı tərbiyə eləyirlər, düzdürmü? O övladı hazırlayırlar. Onlar hər gün evdə ona nəyi necə etmək lazımdır, nə olar, nə olmaz. Atadan çox deməli övladlar ana ilə ünsiyyətdə olur. Qadınlar milli azadlıq uğrunda burada zeybək görürsünüz, milli azadlıq uğrunda mübarizə aparır. Amma bu günlərin bizim də məsələn tarixdə də elə qadınlar olubdu. Tomris olubdu, tarixdə də Janna d'Arc olubdu Fransada. Yəni elə qadınlarımız olubdu ki, yəni onlar da milli azadlıq uğrunda mübarizə aparan qadınlar olubdu və bu gün də o qadınlardan var və milli azadlıq uğrunda mübarizə aparırlar. Bu qədər ümidvaram ki, bu səhifədə olan tapşırıqlar çox maraqlı idi, suallar çox maraqlı idi və sizi qane etdi. Əgər qane etdisə, like etməyi yaddan çıxartmayın. Növbəti videoda görüşərik. Sağ olun.